Kanalizasiya sisteminin yenilenmesi dövlət proqramına uyğun Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aparılır və gələn ilin sonuna onlar işləri yekunlaşdırmağı söz verirlər və biləsiniz ki, mənim birbaşa müraciətim əsasında, çünki işlər bir qədər dayanmışdı, indi artıq yeni həm bu ərazidə, həm sol sahildə işlər davam etdiriləcək. Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən vəsait ayrılıb bu il içində bu işlər davam etdiriləcək. Yəni mən bilirəm, burada narahatçılıq var, yollarla bağlı, çünki qazılıb, hələ bərpa olunmayıb. O kanalizasiya sistemi bina birləşmələri verilib, yekunlaşmalıdır ki, biz dərhal tələb edirik, asfalt örtüyü bərpa olunsun ki, insanlarımız rahat yaşaya bilsinlər. İş yerlərinin açılması istiqamətində ölkə başçısının tanışları əsasında bilirsiniz ki, Sənaye Parkı yaradılıb 2 fabrika, amma indi keçmişdə Yerasov'un bazasında yenə 2 fabrikanın açılması istiqamətində bugün işlər aparılır. Şimdi bana bir gün məlumat verildi, rezil diyelim ki, məlumatlar zavodunda da artıq başlanır. Orada da yenilənmə işləri yəni gedəcək. Bu ərazide İstiri Elektrik Stansiyasının həyətində, ərazisində yeni bir stansiya tikilib, bu da yəni ki, növbəti ay açılışı nəzərdə tutulur, orada da 200'den sonra iş yeri yaradılacaq. Mingəçevir Dövlət Universiteti üçün kampus tipli yeni korpusların tikintisi işi bu il aparılacaq və biləsiniz ki, orada 10.000 tələbə təhsil alacaq. Bu deməkdir ki, indikindən 2 dəfə artıq orada insanlarımız işləyəcəklər, həm klinik işlər, həm elmi işlər, müəllim kimi, pedagog kimi və s. Yəni, bütün ölkə başçısının tapşırığıdır ki, Mingəçevir sənaye şəhəri olan Mingəçevirdə insanların işsizlik problemini həll etmək üçün yeni iş yerləri yaradılsın. İcra hakimiyyəti olaraq biz də sahibkarlara dəstək oluruq, sahibkarlara şərait yaradırıq ki, onlarda iş fəaliyyət göstərsinlər, sahibkar layihələrini reallaşdırsınlar və təbii ki, bu həm sahibkarlığın inkişafına xidmət edir, eyni zamanda sahibkarlar tərəfindən yeni iş yerləri yaradılmasına xidmət edir ki, bu da insanlarımız məşğul problemin həllinə kömək ola bilər. Məlumat üçün deyim, ötən il sahibkar layihələrinə verilən dəstək nəticəsində Mingəçevirdə 170'den çox iş yeri açılmışdır. Bu yılda bu istiqamətdə işlər var, indi layihələr var. Biz onlara maksimum dəstək oluruq ki, sahibkarları inkişaf etsin, dediyim kimi eyni zamanda insanlarımız üçün iş yerləri yaradılsın. Hörmətli sakinlər, bax, sizləri məlumatlandırmaqda məqsədim odur ki, biz bu işləri aparırıq, maksimum şəkildə dövlət tərəfindən ayrılmış vəsait çərçivəsində. Amma hələ işlər var, problemlər var və çalışacağıq ki, dediyim kimi, bütün komandamızla birlikdə çalışacağıq ki, bu dediğimiz işler sona kadar aparılsın, sizler rahat yaşayasınız, rahat istirahat etmek imkanı var.